Amazon platformasında satış etməlisən və bunu necə edəcəyini bilmirsən. Amazonda həyata keçirdiyimiz iş modeli əsasən Amazon FBA adlanır ki, hansı ki Fulfillment by Amazon olaraq deyilir. FBA iş modelində biz məhsulları Amazonun deposuna, anbarına göndəririk. Artıq bu məhsullar bizdən çıxıb Amazon deposunda olduğuna görə bütün prosedurlara, yəni çatdırılma, müştəri ilə danışma, geri qaytarma kimi bütün кейslərin hamısına Amazonun özü baxır. Biz sadəcə burada məhsulun göndərilməsinə və sifariş bildirişlərinə baxırıq. Bu qədər. Başqa bir şeyə ehtiyac yoxdur. Amazon FBA iş modelini həyata keçirdiyimiz zaman fərqli bazarlar mövcuddur ki, hansı ki biz bu bazarlar üzərindən satışlarımızı həyata keçirə bilirik. Siz də Amazon daxilində satış zamanı hər hansısa bir ölkə seçib, həmin ölkə üzərindən depoya məhsullarınızı, anbara məhsullarınızı göndərərək uğurlu məhsullarınızı təbii ki, satışlara həyata keçirə bilərsiniz. Bəs yaxşı, burada uğurlu məhsul necə tapılır, düzgün bazar necə seçilməlidir, hansı məhsullar sata bilər və s. kimi nüanslar var ki, bunları necə etməlisiniz bilmirsinizsə, artıq DevCommerce bu zaman bunlarda sizə köməklik göstərəcək. DevCommerce'in Amazon tədrislərində bunlar sizə sıfırdan professional səviyyəyə qədər izah olunur. Siz tədrislərinizə iştirak edərək bunların hamısını öyrənə bilərsiniz. Ətraflı məlumat üçün rəylərə sadəcə Amazon yazmağınız kifayət edir.